Audio Jungle. Audio Jungle. Audio Jungle. Zaur ölkədən getməsinə aydınlıq gətirdi. Tanınmış aparıcı Zaur Bəxşəliyev son günlər mediada və sosial şəbəkələrdə onun və həyat yoldaşı Günay Bəxşəliyevanın ölkəni tərk edəcəkləri ilə bağlı yayılan məlumatlara sərt şəkildə münasibət bildirib. Can Info Milli ASA istinadla xəbər verir ki, Zaur yayılan iddiaların tamamilə əsassız və yalan olduğunu deyib. Hara gedirik? Bunu kim uydurub? Biz müxənni də deyilik ki, toylarımızın qabağını alsınlar. Bu cəfəng xəbərləri necə uydururlar? Başa düşə bilmirəm. 2 il əvvəl də bu cür xəbər yayılmışdı. O zaman da atı təkzib etmişdi. Özünü peşəkar adlandıran insanlar belə yalan məlumatları niyə qabardı? Bizi tanıyan, çalışdığımız kanalın abu-havasını bilənlər anlayır ki, bu xəbərlərin məqsədi nədir? Zaur Bəxşəliyev bildirib ki, onların ölkəni tərk etmək fikri yoxdur. Biz heç yerə getmirik, harasa getmək niyyətimiz də yoxdur. Biz vətənimizi sevirik, bəli gəzməyə gedirik. Əgər hansısa planımız olsa açıq deyərik. Aparıcı eyni zamanda media sahəsində uzun illər davam edən fəaliyyətlərini də xatırladı. Mən 23 ildir, Günay isə 19 ildir bu sahədəyik. Allah nəsib eləsə bundan sonra da bir o qədər fəaliyyət göstərmək istəyirik. Audio Jungle.